İkinci. Kamera arkasını çəkməm lazım. Bir gün partladan da kamera arkasını paylaşarsan. Hər kəs salam. Bu videoda necə 600 plus bal toplamaq olar haqqında danışacağam. Mən özüm 2 il bundan qabaq 635 bal toplamışam. Ona görə düşünürəm ki, dediklərim sizin üçün də faydalı ola bilər. Bu bal toplamaqda bir neçə əsas məqam var. Amma fikrimcə bunlardan ən əsası disiplinli və məqsədyönlü olmaqdır. Düşünürəm ki, məqsədyönlü, kifayət qədər disiplin olan insan həyatda hər şeyə nail ola bilər. Eynilə də 635 bal toplaya bilər və hətta ondan artığını toplaya bilər. Əsas disiplindir, motivasiya aldanmayın. Motivasiya bu gün var, sabah yoxdur. Ona görə çalışın ki, disiplinli olasınız. Bir rejiminiz olsun, gün ərzində, aylarla, günlərlə o rejimə əməl edəsiniz. Bundan başqa düşünürəm ki, yuxu rejimi də digər vacib məqamlardan biridir. Çalışın ki, maksimum şəkildə yuxu rejiminiz yaxşı olsun. Çünki bu sizin təhsil həyatınıza təsir edəcək ən vacib amillərdən biridir. Çalışın ki, gün ərzində 8 saat yatasınız, minimum 7 saat yatmağa çalışın. Çünki az yatanda insan dərsə də yaxşı fokuslana bilmir, öyrəndikləri də daha tez yadından çıxır. Bundan başqa digər vacib amillərdən biri ətrafınızdır. Çalışın ki, ətrafınızda da sizin kimi məqsədyönlü, çalışqan uşaqlar olsun. Necə deyərlər, 4 milyonçu ilə oturub dursan, çox güman ki, 5-ci sən olacaqsan. Bundan başqa demək istərdim ki, maksimum elektron vasitələrdən, telefondan, kompüterdən uzaq olun. İstifadə edəndə də çalışın ki, faydalı şeylərə istifadə edəsiniz. Məsələn, mən özüm yadıma gəlir ki, 10-cu sinifdə bir ay telefonu tam kənara qoymuşdum. Həmin günlər ərzində mənim telefona baxma müddətim 10-15 dəqiqə idi. Mən demirəm ki, siz elə eləyin. Bizim vaxtımızda ChatGPT və s. kimi süni intellekt yox idi. Ona görə telefondan heç istifadə etməkdə olurdu. Günümüzdə indi onu eləmək olmur, amma siz də çalışın ki, maksimum az istifadə edəsiniz. Maksimum gün ərzində saat yarım, 2 saat bu şəkildə. Digər belə hobbilərinizdən, əylənməkdən geri qalmaq olmaz. Sırf dərs oxumaqda onsuz da mümkün deyil. Sadəcə çalışıb hər şeyi balanslı eləmək lazımdır. Telefondan, kompüterdən istifadə edəndə eyni ilə. Bundan başqa əsas neçə saat oxuduğun deyil, hansı effektivlikdə oxuduğundur. Yəni, ola bilər ki, sən 5-6 saat dərs oxuyasan, amma bu oxuduğun müddətcə pasiv şəkildə öyrənəsən. Bu pasiv öyrənmək də yaxşı deyil, yəni ağlın başqa yerdə qalır və s. Bu sənin yadında yaxşı qalmır, öyrəndiyin məlumat sənin yadında yaxşı qalmır. Aktiv şəkildə öyrənmək, tam fokusla öyrənmək vacibdir. Çalışıb maksimum effektiv oxumaq lazımdır. Qısa müddət oxusanda maksimum effektiv oxumalısan. Və onun məsləhət görərdim ki, bu gün işini həqiqətən sabah saxlamayasınız. Çünki əgər bir tapşırıq verilibsə və ya nəyisə oxumalısansa, öyrənməlisənsə, əgər onu deyirsən ki, sabah saxlayayım, sabah öyrənərəm və s. Onu deyə bilərəm ki, 100% öyrənməyəcəksən, həmin tapşırığı yerinə yetirməyəcəksən. Eləcə də qalıb gedəcək, sabah deyəcək, qalıb gedəcək. Yəni, bu gün işini sabah saxlamaq olmaz. Əlavə olaraq ona demək istərdim ki, təkrar eləməkdə öyrənmək qədər vacib mənim fikrimcə. Bu günləri nəyisə öyrəndinizsə, çalışıb ən uzağı 2 gün, 3 gün sonra onun yerindən təkrar eləmək lazımdır ki, ağlınızda daha yaxşı qalsın. Bu şəkildə mənim ağlımda daha yaxşı qalırdı. Düşünürəm ki, sizdə də belə olacaq. Başqa da tövsiyə edərdim ki, hansı qrup olmanızdan asılı olmayaraq, çalışıb maksimum qədər riyaziyyatınızı artırasınız. Çünki riyaziyyat həqiqətən də bütün elmlərin açarıdır. Yəni, riyaziyyatı bilən şəxs, düşünürəm ki, bütün elmləri, bütün sahələri rahatlıqla öyrənə bilər. Riyazi, məntiq, ümumiyyətlə, digər fənlər də öyrənməkdə çox vacibdir fikrimcə. Mən özüm də riyaziyyatdan 250 bal yığmışam, 2-ci qrup idim. Maksimum nəticə göstərmişəm riyaziyyatla bağlı. İstəsəz onun da videosunu çəkə bilərəm, əgər maraqlı olsa, onun da videosunu çəkərəm sizin üçün. Belə bu qədər. Düşünürəm ki, başqa deyəcək o qədər də vacib şeylər yoxdur. Qalanlar da bildiyiniz şeylərdir, çox çalışmaq lazımdır və s. Ümid edirəm bu videoda izləyən hər kəsə faydalı olar. İmtahan verəcək hər kəsə uğurlar. Məndən bu qədər. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək.